Salam, xoş gördük hörmətli izləyicilər. Bakıxanovdan tam mərkəzdə İcra Hakimiyyətinin qabağından sizə mərkəz yerdən 2 otaqlı mənzil göstərəcəm. Yəni qiyməti də münasibdir. İzləmədə qalın inşallah. Tam mərkəzdir. Yəni burada yaşayanlar, razında qalanlar buraları yaxşı tanıyır. İcra Hakimiyyəti, Heydər Əliyev Parkı. Mənzilimiz 5 mərtəbəli daş binanın 1-ci mərtəbəsindədir. Gedirəm inşallah təqdimatını keçirdən. 2 otaqdır, orta blokdur, skvaznoydur. İzləmədə qalın. 5 mərtəbəli daş binadır, Fransız layihədir, İcra Hakimiyyətinin yanıdır. Məhəlləsi, plaşatkası, göstərəcəm ətraflı bax. Yol da o da bax, mərkəzi yoldur. Divar istəyirlər köhnə. Bu da plaşatkasıdır bax. Nə qədər istəyirsən maşın saxlamağa yeri var. Xaçar da məndədir. Ha vaxt baxmaq istəsəz inşallah göstərmək olar. Bax ev girdin, girən saat. Tualetdə göz təmir qaydasındadır. Çöl qapısıdır. Tamamdır. Təmirdən təzə çıxıbdır. Gir yaşadı, heç nəyə vurma. Fransız layihələr belə olur. Yəni ya baş-başa olur, ya yan-yana olur otaqlar. Bu baş-başa otaqlardır 2 dənə. Bir tərəf binanın arxa tərəfidir. İstilik hökumətindir. Yəni koridordan girdin, yataq otağıdır, bu hissədə zal hissəsidir. Bu da məhliyə baxır. Bu da kuxnasıdır. Girirsən, zaldan kuxniya keçirsən. Bunlarda proyekt belə olur. Fransızlarda proyekt belə olur. Qiymətdə 115 minədir. 115 minə daş binadır, panel bina deyil. Bakıxanovda İcra Hakimiyyətinin yanında tam mərkəzdədir. Yəni yerini də göstərdim. İcra Hakimiyyətini çəkdim, parkı çəkdim. O Nərmin marketin binası var. Razında qalan 9 mərtəbə Leningrad. Onu çəkdim və düz onun yanından girəndə Hacıoğlu, köhnə Hacıoğlu'nun binası deyirlər. Oradadır 5-in 1-ci mərtəbəsi, orta blok, 2 otaqdır, skvaznoydur, 115 min. Allah xeyir versin. Köç yaşa evdir. Pol da yəni möhkəmdir, daş kimidir. 115 min. Xeyirli olsun.